Sumqayıt Dövlət Universitetində Azərbaycanın qədim və müasir yaşayış məntəqələrinin şəhərsalma və memarlıq ənənələrinin tarixi, iqtisadi səmərəliliyi və elmi-texniki əsasları mövzusunda Respublika Elmi Konfransı təşkil olunub. Tədbir Azərbaycan Respublikasında 2026-cı ilin şəhərsalma və memarlıq ili elan edilməsi çərçivəsində keçirilib. Konfransın açılış mərasimi universitetin böyük aksiyalında baş tutub. Çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Azərbaycan Milli Elmlər Akademiyası müxbir üzvü Əminağa Sadıxov tədbirin əhəmiyyətindən geniş bəhs edib. O bildirib ki, Azərbaycanın şəhərsalma və memarlıq ənənələri çox əsrlik tarixə malikdir və bu sahə ölkənin mədəni irsinin ayrılmaz hissəsidir. Əminağa Sadıxov vurğulayıb ki, ölkədə şəhərsalma siyasəti son illər yeni mərhələyə qədəm qoyub. Müasir urbanizasiya çağırışları fonunda milli memarlıq ənənələrinin qorunması ilə yanaşı, innovativ yanaşmaların tətbiqi prioritet istiqamətlərdəndir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri Azərbaycanın şəhərsalma siyasətinin müasir modelini formalaşdırır. Rektor diqqətə çatdırıb ki, bu kimi elmi platformalar mütəxəssislər arasında fikir mübadiləsinin genişlənməsinə, yeni elmi yanaşmaların ortaya çıxmasına və şəhərsalma sahəsində dayanıqlı inkişaf strategiyalarının hazırlanmasına mühüm töhfə verir. Daha sonra çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin inkişafı və həyata keçirilən şəhərsalma layihələri barədə ətraflı məlumat verib. Zakir Fərəcov qeyd edib ki, son illərdə Sumqayıt şəhərində geniş miqyaslı abadlıq və quruculuq işləri aparılıb, yeni yaşayış massivləri salınıb, mövcud infrastruktur yenilənib və şəhərin memarlıq siması müasir tələblərə uyğun şəkildə formalaşdırılıb. O bildirib ki, şəhərdə həyata keçirilən layihələr yalnız estetik baxımından deyil, həm də sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edir. Şəhər rəhbəri vurğulayıb ki, müasir şəhərsalma konsepsiyasında əsas məqsəd vətəndaşların rahat və təhlükəsiz yaşayış mühitinin təmin edilməsidir. Bu baxımdan yaşıllıq zolaqlarının genişləndirilməsi, yol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, sosial obyektlərin tikintisi və kommunal xidmətlərin keyfiyyətinin artırılması daim diqqət mərkəzində saxlanılır. Tədbirdə şəhərsalma və memarlıq sahəsində tarixi inkişaf, urbanizasiya prosesləri, müasir çağırışlar və innovativ yanaşmalar mövzusunda məruzələrlə çıxışlar olunub. İştirakçılar memarlığın tarixi, sosial və humanitar aspektləri, eləcə də texniki yanaşmalar üzrə fikir mübadiləsi aparıblar. Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.